Mən Hacıyev Sahil Qəbələ rayonundan Yevlax Təlim Mərkəzinə Sampo 2065 taxıl biçən kombaynın təlim mərkəzinə gəlmişəm. Burada bizə kombaynların taxıl biçilmə qaydalarının, texniki təhlükəsiz qaydalarını, yanğın təhlükəsiz qaydalarını bizə çox mükəmməl şəkildə başa saldılar. Çox gözəl təlimlərimiz keçdi. Çox razıyıq. Belə təlimlər biz mexanizatorlar üçün vacibdir. Mən Məmmədov Hikmət, Gəranboy rayonunun Qazanc kəndindən gəlmişik. Təlimlərlə bağlı gəlmişik. Sağ olsunlar, bizə də başa saldılar hər şeyləri. Bütün fermerlərə bol məhsul arzulayıram. Biz də gələk itkisiz o fermerlərin məhsullarını yığaq, təhvil verək özünə. Agroservis daha bol məhsul üçün sizinlə.